Salam, istəyir video keç, istəyir izlə, istəyir izləmə. Mən üçün bir fərqi yoxdur. Maraqlıdırsa izlə. Qardaşım, hər bir iş çətindir. Hər bir iş çətindir. Hər bir sahədə olan iş çətindir, hər bir iş. Ağılla iş görülür, ağılla. Sən məntiq, ağıl işləsən, sən irəliləyəcəksən. Bugünkü gündə hər bir yerdə binalar tikilir, qurulur. Onlar ağıl işlətməsə, onlar nəyisə ölçübçü qoymasa, sizcə o bina düzgün qala bilərmi? Yəni o bina uça bilər və yaxud da nəsə bir xətər ola bilər. Yəni hər şey layihə üzərində ölçülür, biçilir. Yəni hamısı ona dair qurulur. Yəni bugünkü gündə də ustalığa yiyələnmək istəyənləri bəziləri görürəm ki, həvəsdən salır. Niyə həvəsdən salsan? Səbəb nədir? Biz sağlığımızda o rəhməti qazanaq. Öləndən də sonra desinlər. Sağkən o rəhməti qazana bilmiriksə, bəziləri var deyir, ölüyə rəhmət düşür, diriyə düşmür. Sən bir sağlığında rəhməti qazan, qalsın ölməyin. Ölməyində də qazanarsan. Yəni bugünkü gündə bacarağın, yaxşılıq edəyin. Gəncdir, işləmək istəyir, bir bacarırsansa, köməyin çatırsa, başa sal gələn. Yəni bugünkü gündə nə var ki, pəl vurmağa? Onluq deyil, bunluq deyil. Qardaş, sən də yaxşı şey öyrət, geçsin yaxşı işləsin. Desinlər ki, Allah canı sağ eləsin, sənin ustava halal olsun. Desin buna halal olsun, ölübsə Allah rəhmətləsin desin. Yəni bugünkü gündə gələn gəlir, ay bu sənət sənlidir, nətər sənət sənlidir? Sən öz başına gəlib çıxmamsan ki, sənə də Allah verib. Allah verib. Yəni sən də Allahın sayəsində Allah sənə ruzu verib ki, ged işdə qazan, balava çörək yapar. Qoy ona da nəzər çatdırıb. Konsener ustalar da işləyirlər. Əziyyət çəkirlər. Allah canlarını sağ eləsin. Allah ruzilərini bol eləsin. Hər bir kəsin. Yəni bugün qardaş, Allah bizə bu sənəti verib ki, biz loğalanmayaq, qirələnməyək. Day deməyib ki, Allah bizə ki, biri baxıram ki, bir sənət bacarır, özün elə aparır ki, elə bir ki, yeri göyü bir yaradıb. Qardaş, sən kimsən ki? Bu boyda yeri göyü yaradan Allah. Heç elə şeylər var ki, heç bilinmir. Yəni gör nə qədər şeylər yaranılıb. Yəni Allah yaradıb hər bir şeyi. Yəni bugün sənəti necə sənə bəxş edib verirsə, yəni almağı da bacaran Allahdır. Verməyi bacaran Allah almağı da bacarır. Sən onu elə yerlərə istifadə elə ki, Allah sənin biligünsə bilik gətirsin. Çoxu deyir, mənə sual verir ki, sən nətər olur ki, bu qədər işi bilirsən? Nətər olur bu qədər işi işləyə bilirsən? Qardaş, həyat deyir, qurban sənə. İnsan birincisi zülmə tabidir. İkincisi də ki, əziyyət çəkməsən, heç nə əldə eləyə bilmərsən. Bildin mi necə? Yəni bugünkü gündə çoxu deyir ki, sən bunu hardan bilirsən də bu qədər işi nətər beynində saxlayırsan? Qardaş, insan çətinliyi üzərində